Mehtemadın girişine yakın bir yerde, güzel bir yerde sizin bir hayat gelmişken. Ben size bir şey çekip gösteren bak böyle bir hayatı var. 2 mərtəbədən 4 otaqdan ibarətdir. Belə bir ahval diyəkdir. Yəni birinci mərtəbə və birinci mərtəbə ahval belə sahibdir. Həm maşın üçün saxlamağa qarajıdır və burada evinin altında da girməyə ayaqdır. Tam belə girməyə yeri var. Sadəcə qaranlıqdır. Ben sizə çox göstərə bilməyəcəm buranı tam. Və belə bir yeridir. Artıq işlər zaten yığmaq olar. Maşın da bura fonlu yerləşir. 3 dənə maşın rahat yerləşə bilər. Fazlası sot yarımdadır. Sırası da paket kupçadır. 4 otaqdan ibarətdir. İndi qalxaq ikinci. Belə məkan altında da belə bir yeri var. Kombi yeridir. Bunun üçün kombi hazırlatdırır. Ben buradan qalxırıq, həyətini göstərim sizə. Benim de bir dənə görüşünüzə vaxtımıza göstərin ki, görsün ki, necə bir aqrayla yığılan bir evlərdir. Üstü yazı deyəkdir. Çox sağ olun. Bax, ben indi qalxaq bunun ikinci mərtəbəsinə. Gəlin buranı da göstərək. Dediyim kimi 4 otaqdan ibarətdir. Bir sanıqdır, bir dənə kukla, mətbəx. İlk önce burada mətbəxlidir. Olmadan ki, daha ustalar işləyir, tam yığışdırmırlar işləri. Yəni biraz sərgəsiz görünə bilər, amma hamısı təxil veriləndə yığışdırıb tamiz veriləcək. Və burada da indi ustalar qalır deyim, hələ yığışdırmırlar, yenə deyilən bir otaqdır. Sonra burada bir qonaq otağı var ki, çok büyük bir qonaq otağı var və büyük bir iş planlaması var. Size göstereyim. Özellikle olmasa buradan bir mənzərəli şəklini görsünlər. Yəni ki, belə bir mənzərəli həyat evidir və həyatı da var. Keçək o otaqlara. Bir yataq otağı, bir qonaq otağı sizə göstərilir. Dediyim kimi, arxalıqda olan işlər hamısı götürülədir. Və buradan keçək, burada bir yataq otağı var, ikinci yataq otağıdır. Yani 3 yatak otağıdır, bir qonaq otağı. Və burada da bir yatak otağı var. Yəni bu otaqda qalan işlər qalıb olar götürüləcək. Hər bir şey var, qaz, su, işıq daimi və burada sanuziyyə. Zəhmət olsa onu da göstərin. Dediyim kimi, harasa sot yarımlar çoxdur. 2 mərtəbə, 4 otaq, bir sanitar qovşaq, bir mətbəx, sənət kupça, qiyməti cəmi 110'dir. Yerində də gəlib danışmaq olar. Kim olsa Allah xeyrisini qismət eləsin.